Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, Ploşad deyilən ərazidə, şəhərə yaxın ərazidə Kupcalı, tam təmirli, giriş vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, alıb olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, bu nəzərdə çatdırılan maşın həyətinə girmir. Yəni bunu nəzərdə çatdırım. Həyətinə tam daşları düzülüb. Ev Kupcalıdır. Tam təmirlidir, giriş vəziyyətində olan evdir. Ev birinci Baha bazara daxil olmuşdu. İndi gördüyünüz kimi evin qiyməti endirilib. İndi sizə sonda qiyməti deyəcəm. Sonra da yenə də endirim olacaq. Keçən də evin içi ilə tanış olaq. Həyətyanı sahəsilə tanışdıq. Hardasa 40-50 kvadrata yaxın həyətyanı sahəsidir. Buradan daxil oluruq evin giriş hissəsinə. Girişdə dəhliz sistemidir. Sağ tərəfdə bir yataq otağıdır. Gördüyünüz kimi hardasa 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm. Yenə qeyd edirəm, Kupcalıdır. Şəhərin Biləcəri mərkəz hissəsi Ploşad deyilən ərazidə yerləşir. Bura mətbəx hissəsidir. Geniş mətbəxi var. Gördüyünüz kimi bax belə hardasa 16-18 kvadrata yaxın mətbəxi var. Demək, burada bir dənə də sanuzeldir. Sanuzelde gördüyünüz kimi aksesuarlar qurlaşdırılıb, moydatır qoyulub, təmiri vəziyyətdədir. Bu hissə ilə tanış olduq. Gördüyünüz kimi mətbəxi də tam təmiri hazır vəziyyətdədir. Keçiriş. Buradan bir dənə də əlavə 2 də yataq otaqlarıdır. Kupcalı ev istəyənlərin yenə nəzərdə çatdırıram ki, ev gördüyünüz kimi hörmətli izləyicilər, yəni təmiri vəziyyətdədir. Bu hissəsi də yenə gördüyünüz kimi hardasa 15 kvadrat olar, 15-16 kvadrat olar, 4-ün 4-ə bir yataq otağıdır. Sonda burada yenə də bir təxmini deyirəm, 4-ün 4-ə bir yataq otağıdır. Hörmətli izləyicilər, nə varsa hamısını çəkdim, göstərdim. Demək, bir dənə mətbəx mebeli yoxdur. Kombi sistemləri da hamısı qurlaşdırılıb. Kombidə gördüyünüz kimi aparatı, sanuzel həyətdəki sanitar qovşağında qurlaşdırılıb. Ev haqqında bütün məlumatlarımı verdim. İndi nəzərinizə çatdırıram ki, kimlərsə evini satmaq istəyirsə, səhifədəki nömrələrdən başdakından götürə bilərlər. Demək, YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Mütləq kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti nəzərinizə çatdırım. 160'a olub, 150 düşüb, sonra 140'a düşüb, 137'ye düşüb, 137'dən də, 135'dən də düşüb, 125 minə start qiymət kimi yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.